Bu təbiəti yaradan Tanrının adı ilə salam hər kəsə. Burası Muğan, gözəl təbiət. Gözəl təbiətə yaraşan musiqimiz Azərbaycan musiqisi və gözəl bir nağıl gətirmişəm sizə. Eşidəcəyik birlikdə. Yəni, nağılımız budur ki, Şah Abbasın məclisində olan xatirədən söz gedir. Abbas Tufarqanlı xatirəsi, Abbas Tufarqanlı nağılıdır. Eşidəyin böyük ustadımız, yəni Azərbaycan musiqisində, aşıq musiqisində çox zəhmət çəkən Aşıqiyadullah Eyvazpurdan videonun davaməsində eşidəyin birlikdə. Tufanın haqqı Abbasdan sizə deyim, o yerdən ki, Şah Abbasın məclisində siyahçaldan çıxardıqlar, gətiriblər. Deyirlər ki, hər kəs 2 gün o siyahçalda qalsa, əpriyər, çürüyər, ətləri tökülər yerə. Sən nəzir olub ki, 40-50 gündə 2 ayda orada qalmısan, sənə heç zad olmayıb. Dedi, qulaq aslar deyərəm də, götürüb bu dillərinə. Mən deyim, sizə can sağlar. Başı var qala qəmlər içində balan. Elə gözəl şahmay balam, üzün görən çürümədi. Elə yüzüli qalayay balam, şehnəmlər içində. O güneylər, o quzeylər, o güneylər. Elə həsrət həsrətin görəndə emixanı, belə bayramın o güneylər gedən ayağına. Onun kimi Şah-ı Quban sevənin nə başı var qala qəmlər içində. O gözəl şahınızın görən sürməz, 100 il qala şehinəmlər içində. Şah Abbas dedi, bəs ki, bunu deyil. Çün Abbas da bildi ki, Şah Abbas elə ehsas elədi ki, bunu deyil, çün təşviq elədi Abbası. Barışallah oğlum, sözlərdən genə də varındı, dedi qurban, qulaq assan deyərəm. Abbas burada istədi ki, ağıllı başlı kamiltər bunu başa salsın ki, bu hansı şaha deyir, alıb dübarə. Şəhsəvar balam. Elə gərqinlan ay balam, belə dişvar edə zülfüqar. Elə divan eylər ay balam, sübh-i şamlar için. Bacı almadı, dostundan bacı almadı. Ay eller belə evlad salihə olsa emixanı, belə dədənənə qocalmaz, gedən ayağına alır. Peyğəmbər o düldül savar, gəlməyib dünyaya belə şəhsəvar, gərqinindən dişvar edə zilfiqar, divan eylər sübh-ü şamlar içində.
Saqi olub piyalasını sanaram, əmib ləblərindən qanaram, gecələr ot tutaram, gündüz yanaram, yarı görsəm naməhrəmlər içində, alıb sözünün təxəllüsün desin, mən deyim tamam azərilər, tüylər sağlığında. Abbas'a kimsən, Süleyman taxtında belə sədrnişinsən balam. A belə hər məclisə varsan ay balam, belə sədrnişinsən. Elə mükəllimsən ay balam, belə mələklər içində. Qan eylər, divan eylər, qan eylər. Düşman bu halda görsə evmi xan, belə yağlar ya qanıma qan eyl, gedən ayağına alır. Əvvəldən Abbas'a demədin kimsən, Süleyman taxtında sahibiddinsən, hər məclisə varsan sədr-i nişinsən, mükəllimsən mələklər içində.